Mümin qardaşlarım, Allah'a iman etmiş hər bir kəs daima qəlbində olan imanını yeniləmək üçün, təzələmək üçün çalışmalıdır. Çünki Muhammed sallallahu aleyhi ve sellem qardaşlarım deyir ki, sizdən birinin imanı sinəsində, əynində paltarının köhnəldiyi kimi köhnəlir. Allah Resulü bəyan edib bunu bizə. Necə ki, bir müddət geyindikdən sonra paltar köhnələr, bəzilərində yırtılar, bəzilərində cırılar, bəzilərində geyinilməz bir hala gələr. Və insan imanına da bu şəkildə baxmalıdır. Necə ki, biraz köhnəldikdən sonra bəzi insanlar biraz köhnələndə dəyişir, bəziləri yırtılmadan atmaz. Onun üçün insan diqqətli olmalıdır, imanı yırtılmamalıdır. Paramparça olmadan üzərinə düşməlidir. Otur gecə özünlə baş-başa qalanda bir vaxt ayır. Bax imanı var. Azalma tərəzisindəsənmi, çoxalma gözündəsənmi? Ağır mı gəlirsən, yoxsa artıq tərəziyə bir tükün, bir quşun qənədi, lələyi qoyulsa belə sənin imanından daha ağır gələrmi? Onun üçün qardaşlarım, ağıl sahibi insan baxar yollara, hansı yolla imanını artıra bilər? Qardaşlarım, bu yollardan ən başlıcası, ən birincisi, ən önəmlisi tevhiddir. Oxumaq, baxmaq, tevhidin üzərində, əqidənin üzərində daim çalışmaq, Allah Azza və Cəllənin rububiyyəsini, Allah Azza və Cəllənin uluhiyyəsini, ad və sifətlərini öyrənməkdir. Baxmalısan, öyrənməlisən, o zaman vallahi qardaşlarım, Allahı öyrəndikcə sinədə iman yenilənəcək, artacaq, çoxalacaq.